Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammad ve ali Muhammad. Allahumma əccil vəliyyəkəl fərəc. Məkasib kitabından 442-ci dərsi oxuyuruq. Bir müddətdir ki, artıq biz bu kitabdan Ğina bölümündən oxuyuruq. Və bu barədə bizim qədim alimlərimizin müxtəlif fikirləri var. Bu alimlərdən biri də Mühəqqiq-i Ərdəbili idi ki, onun sözlərini biz dünənki dərsimizdə oxuduq. Mühəqqiq-i Ərdəbili belə bir rəy söylədi ki, Quran oxumaqda, mərsiyə oxumaqda, dua oxumaqda Ğina olsa da, bu istisna olunub və bu haram deyil. Və öz sözünə 2 dənə müəyyid gətirdi. Və onların hamısını keçən dərsimizdə oxumuşuq. Mərhum Şeyx Murtəza Ənsari bugünkü dərsimizdə oxuyarıq, Mühəqqiq-i Ərdəbiliyə cavab verir. Və bildirir ki, bu rəy düz rəy deyil. Ğina Quranda da, duada da, mərsiyələrdə də olsa, bu haramdır. Ona görə də mərhum Şeyx Murtəza Ənsari buyurur və əntə xəbirun. Sən nəzərdə, yəni ey oxucu, ey bu kitabı oxuyan, sən xəbərdarsan ki, bəənnə şeyən mimma zəkərəhu, belə ki, Mühəqqiq-i Ərdəbili ki, dəlillər gətirdi, zikr elədi, la yənfə fi cəvazil ğina. Onun o gətirdiyi dəlillər Ğinanın icazə olmağına heç bir fayda vermir. Yəni, Ğinanın icazəli olmağına bir fayda vermir. Ələl vəcihilləzi zəkərnahu. O qayda ilə, o yolla ki, biz zikr elədik. Yəni, Mühəqqiq-i Ərdəbilinin dəlilləri Ğinanın icazəli olmağına yetərli deyil. Ğina haramdır. Əlbəttə, Mühəqqiq-i Ərdəbili də Ğinanın haramlığını qəbul eləyir və lakin mərsiyə, Quran və dualarda olmağını qəbul eləmir. Amma kovnul ğina mu'inən ələl-buka və təfəccüh. Mərhum Şeyx buyurur, o ki, Mühəqqiq-i Ərdəbili qeyd elədi, buyurdu, Ğina əgər mərsiyədə olsa, rozada olsa, bu ağlamağa, sızlamağa kömək eləyir. Yəni, əgər rozaxan, mərsiyəxan mərsiyəsində, rozasında Ğina eləyirsə, insanların ağlamağına, sızlamağına bu kömək eləyir. Yəni, insanlar daha yaxşı ağlayır, daha yaxşı sızlayır əhl-i beytə. Bəs Ğina muindir, köməklik eləyəndir. Bunu Müqəddəs-i Ərdəbili, Mühəqqiq-i Ərdəbili qeyd elədi. Mərhum Şeyx buyurur, Mühəqqiq-i Ərdəbilinin bu sözü fəhuvə məmnuun. Bu qəbul olunmur, bu qadağandır bu söz. Niyə? Binaən əla ma ərəftə. Belə ki, sən tanıdın, bildin. Ğina necə gəlib köməklik eləyir ağlamağa?
Min kavnil gina huve savtul ləhvi. Sən bildin, yəni gınanın tərifində oxudun ki, gina o səsdir ki, özü də ləhvi səsdir. Bəl və əla zahiri tərifil məşhur. Bəlkə o məşhurun gınaya söylədiyi tərifə əsasən ki, min tərci'il mutrib, gina boğazda qəlqələ eləyib və mutribdir. Mutrib də nədir? Dedik, insanda bir yüngüllük hasil eləyir. Ya sevincdən, ya kədərdən. Ləənnə tərbəl hasil minhu. Çünki o tərb, yəni o yüngüllük ki, insanda hasil olur gınadan, İnkana sururən, əgər sevincdən hasil olubsa, və huvə munafin lil təfəccü la mu'inun. Bu, onda ziddiyyət təşkil eləyir sızlamağa, nəinki ona kömək eləyir. Əgər insan bu gınadan sevincin nəticəsində bir yüngüllük hasil olursa, onda da bu qəmlənməyə səbəb olmadı, bu sevincə səbəb oldu. Bu gına necə gəldi, kömək oldu bukaya, sızlamağa. Və inkana huznən, yox, əgər o tərb ki, hasil olur insana gınadan, əgər kədərdən o yüngüllük gəlirsə insana, fəhuvə əla ma huvəl mərkuz fi nəfsil heyvaniyyə min fəqdil müştəhiyyətin nəfsaniyyə. O qəmdə, o qüssədə əhl-i beytə görə olmur. İnsanın o nəfsi heyvanisində ki, mərkuz olub, mərkuz yəni o ki, insanın nəfsində, içində yerləşib, o nəfsi istəklər olmayanda insana ağlamaq gəlir, insana sızlamaq gəlir. Bəs yenə əhl-i beytə görə o sızlamaq olmadı. Bəlkə içində olan o nəfsi istəklərin yoxluğuna görə bu ağladı. La əla ma əsabə sadatuz zaman. Nəinki bu ağladı o zamanın böyüklərinin, ağalarının, əhl-i beytin müsibətinə. Bəlkə bu içinin öz daxilində o nəfsi istəklərin olmamaqlığına görə ağladı. Deməli, nəticə etibarı ilə bu gınadan ki, tərb hasil olur. Tərbi də məna elədik. Tərb, yəni insana bir yüngüllük gəlir. Bu yüngüllük də ya sevincdən gəlir, ya kədərdən gəlir. Əgər sevincdən gəlsə, onda bu gına ağlamağa kömək eləmədi. Ağlamaq başqadır, sevinc başqa. Yox, əgər bu tərb, bu yüngüllük insana hüzündən irəli gəlibsə, o da əhl-i beytə görə olmayıb ki, içində olan nəfsi istəklərin olmamaqlığına görə artıq irəli gəlib. Bəzən görürsəni, insanlar oturur məclisdə, İmam Hüseynin rozəsi oxunur, mərsiyəsi oxunur. İnsanlar öz içində öz ölənlərini yada salırlar, başlayırlar ağlamağa. Bəs burada bu ağlamaq İmam Hüseynə görə olmadı. Çünki öz məhbubu, öz istədiyi adam yanında deyil, ürəyi onu istəyir, başlayır ağlamağa. Bəs bu da onun kimi. Əgər bu tərb, bu yüngüllük bunda hasil olubsa, hüzündən hasil olubsa, o içində olan nəfsi istəklərin olmamağına görə bu ağlayır və hüzün gəlib. Bəs əhl-i beytə görə olmadı. Mə ənəhu əla təqdiril i'anə. Mərhum şeyx buyurur ki, ay mühəqqiqi Ərdəbili, lap qəbul elədik ki, gına bukaya, hüznə, təfəccüə muindir, yəni ağlamaqlığa köməklik eləyir. La yənfə fi cəvazi şey. Yenə də mühəqqiqi Ərdəbilinin bu dəlili gınanın icazəli olmağına mənfəət verməz. Kovnuhu müqəddimətən li mustəhəbbin. Gəlsin,
o qina, o haram müstəhəbbə müqəddimə olsun. Biz qabaqki dərslərdə qeyd elədik. Heç vaxt haram gəlib müstəhəbbə müqəddimə ola bilməz. Sən deyirsən, qina haramdır, ağlamaq da müstəhəbbədir. Pəs qina səbəb olur, müqəddimə olur o müstəhəbliyə. Və qeyd elədik ki, belə bir şey mümkün deyil. Çünki orada haram mülahizə olunur. Hər yerdə də əgər haramla müstəhəb cəhətləri orada mövcud olsa, haramı qabağa salarlar, müstəhəbbi yox. İndi burada qina əgər səbəb də olsa müstəhəbliyə, ağlamaqlığa, burada haramı tutarıq, müstəhəbbi buraxarıq, deyərik ki, qina haramdır, nəinki bu qina həlaldır, ta gəlsin müstəhəbbi sabit eləsin. Bunu qabaqda demişdik. La yənfəu fi cəvazi şey qovnuhu müqəddimətən li müstəhəbbin əv mübahin. Bəl labuddə min mülahəzəti umumi dəlilil hurmələ. Bəlkə biz burada o haramlığın, o hürmətin, dəlilin ümumiyyəti mülahizə eləyərik. Yəni, burada deyirik, qina haramdır və bu səbəb olur ağlamaqlığa, bu müstəhəbliyə. Burada o haramın dəlilini tutarıq. Necə qinanı bizə haram eləyir dəlil, onu tutarıq, nə müstəhəbbi. Fəin kanə, əgər orada haramın dəlili varsa, fəhuvə, biz onu tutarıq, ona əməl eləyərik. Necə qinanın dəlili var, deyirik, qina haramdır. Və illa, əgər haramın dəlili yoxdursa, fəyuhqəm bi ibahətihi, onda da hökm olunar o şeyin ibahəsinə, lil-əsl, əslə görə. Deyərik, burada şəkk eləyirəm, bu haramdır, ya haram deyil, baxaram dəlili yoxdursa, müraciət eləyirəm əsli ibahəyə. Əsli ibahədəki dəlillərimizdən biridir və ona əməl eləyərəm. Pəs nəticə etibarı ilə biz burada müraciət eləməliyik dəlilə. Görək, burada haramın dəlili var ya yoxdur. Bizdə görürük, qinanın dəlili var. Qinanın haramlığının dəlili var. Vaxtı ki, dəlili var, biz o dəlilə müraciət eləyərik. Da demərik ki, burada qina elə, ta müstəhəb əmələ gəlsin, ağlamaq əmələ gəlsin. Elhamdülillahi Rabbil aləmin.